Bəzən təvəssül iradə budur da, deyir, Allah yaxındır bəşərə, yoxsa Peyğəmbər? Sən də tez cavab verirsən ki, Allahdır. Yaxşı, Allah yaxındır, elə birbaşa Allaha deyək də. Deyir belə. Allah yaxındır sənə, yoxsa Peyğəmbər? Deyir ki, Allah. Deyir, ondan Allaha deyim də, Peyğəmbərə nə deyirəm? İndi mən sənə deyirəm, həmən sualı verirəm sənə. Allah yaxındır Abdullah İbn Übeyə, yoxsa Peyğəmbər? Deyəcəksən Allah. Yenə deyirəm. Allah yaxındır Peyğəmbərə, yoxsa Allah yaxındır Abdullah İbn Übeyə, yoxsa Peyğəmbər, hətta Peyğəmbərin diriliyi vaxtında belə. Yenə deyəcəksən Allah, nə dəxil var ki, Allah, Allah. Bəs niyə? Nə üçün? Nə üçün? Allah belə istiqamət verdi, gedin Peyğəmbərin qapısına. Niyə ora yönləndirdi? Cavab. Allah bizə yaxın deyə, biz ondan uzaq. Biz ondan uzaq deyənə, ona yaxın olanların qapısına gedirik ki, onun vəsiləsi ilə, vasitəsi ilə Allah bizi bağışlasın. Çox sadə. Çox sadə.